Salam, hər birinizi xoş gördük. Bugün Dövlət İmtahan Mərkəzinin blok imtahanına uyğun sınaq imtahanı suallarının izahına baxacağıq. İzaha keçməmişdən əvvəl zəhmət olmasa kanalımıza abunə olun ki, paylaşılan videolardan xəbərdar olasınız. Baxaq birinci suala. Uyğunluğu müəyyən edin. Birinci Qarabağ müharibəsi dövrü və ikinci Qarabağ müharibəsi dövrü. Zəngilan rayonunun düşmən tərəfindən ələ keçirilməsi birinci Qarabağ müharibəsinə aiddir. Hadrut qəsəbəsinin düşməndən azad edilməsi 2-ci Qarabağ müharibəsinə aiddir. Milli ordumuzun uğurlu Ağdərə əməliyyatı həyata keçirməsi Ağdərə əməliyyatı 1992-ci ildə 1-ci Qarabağ müharibəsinə aiddir. Gizir Mübariz İbrahimovun Azərbaycanın milli qəhrəmanı adına layiq görülməsi 2010-cu ildir, heç birinə aid deyil. Şərur rayonunun Günnüt kəndində ordumuzun nəzarət altına keçməsi bu Günnüt əməliyyatıdır 2018-ci ildə, bu da heç birinə aid deyil. Cavabımız C variantıdır. Deməli, 32-ci sualın izahına baxaq. Xəritədə ulduzla işarələnmiş dövlətlərin 17-ci əsr tarixinə aid ümumi cəhət. Xəritədə işarələnmiş ərazi Böyük Britaniya və Osmanlı dövlətidir. Buna ümumi cəhəti tapmalıyıq biz. Deməli, baxaq. Fransa ilə müharibə aparılması 17-ci əsr tarixinə Fransa ilə müharibə aparılması aid deyil. 7-lik müharibədə iştirak İngiltərə ilə Fransa olmazdır. Şimal müharibəsində iştirak Şimal müharibəsində Rusiya, İsveç arasında olur. Səfəv dövləti ilə müqavilənin imzalanması, bəli, 1621-ci ildə İngiltərə Səfəvi ilə müqavilə imzalanmışdı. 1639-cu ildə isə Osmanlı Səfəvi ilə müqavilə imzalanmışdı. 17-ci əsrə aid ümumi cəhətdir. Rusiya dövləti ilə müharibə aparması aid deyil. 33-cü suala baxaq. Şah Sultan Hüseyn və Şah II Təhmasibin hakimiyyəti dövrlərində Səfəv dövlətinə aid ümumi cəhət Xəzəryanı bölgələrin tamamilə Rus tərəfindən tutulması. Biz deməli bunu aid eləyə oxşar ümumi cəhət kimi aid eləyə bilmərik. Əfqanlara qarşı mübarizənin aparılması, bəli, həqiqətən də Şah Sultan Hüseynin dövründə o Qəndaharın ələ keçirilməsi Əfqanlar tərəfindən, Şah II Təhmasibin dövründə Nadir Şahın köməyi ilə Əfqanların ölkədən qovulması məsələsini oxşar cəhət kimi götürə bilərik. Osmanlı dövləti ilə müqavilələrin imzalanması biz 2-ci Təhmasib dövrünə aid eləyirik. Bunu sonra əhalinin əmlakının siyahıya alınması Şah Sultan Hüseynin dövründədir. Digər variant Şeybənilərlə müharibənin aparılması ümumi cəhət deyil. Cavabımız B variantıdır. Növbəti sualın izahına keçək. Verilənlərdən hər ikisi aiddir. Hakimiyyət dövründə Naxçıvan xanlığında Gürcü qüvvələrini məğlubiyyətə uğratdı. Şirvanşah 1-ci Axistanın hakimiyyətə gəlməsinə kömək etdi. Bu Şəmsəddin Eldənizə aid olan variantlardır. Ona görə cavabımız A variantıdır. 35-ci suala baxaq. Savalan dağı və Hilat şəhəri ətrafında baş vermiş döyüşlərin oxşar cəhəti. Savalan döyüşü olub 731, Hilat döyüşü olub 737-ci ildə Xəzərlərlə ərəblər arasında olmuşdu. 8-ci əsrdə olmuşdu. Deməli, Savalan yaxınlığında ərəblər məğlub olur, amma Hilat yaxınlığında qalib gəlir. Hətta Xəzərlərin bir hissəsi İslamı qəbul etmişdi. Bu Xəzər-ərəb müharibələri idi. Deməli, variantlara baxsaq Sasanilər iştirak etməyib, 8-ci əsrdə baş verib, ərəblərin məğlub olması, birində məğlub olub, birində qalib gəlib, ərəblərlə Xəzərlər arasında olub. Cavab D variantıdır. Sasanilər həmin döyüşdə iştirak etmirdi. Deməli, 36-cı suala baxaq. Birinci Dünya müharibəsi illərində Şimali Azərbaycan və Cənubi Azərbaycan tarixi üçün ümumi cəhət, müxtəlif uğrunda mübarizənin aparılması, bəli, həqiqətən də həmin dövrdə həm Şimali Azərbaycanda, həm də Cənubi Azərbaycanda müxtəlif uğrunda mübarizə aparılırdı. İngilis qoşunlarının ölkəyə daxil olması, bəli, həm Şimali Azərbaycan, həm də Cənubi Azərbaycan İngilis qoşunları daxil olmuşdu. Milli hökumət təşkil etməsi aid deyil. Osmanlı qoşunlarının ölkəyə daxil olması, bəli, hətta Sarıqamış əməliyyatından sonra həm Şimali Azərbaycandan, həm də Cənubi Azərbaycandan çıxırlar. Ruslara məğlub olduqdan sonra. Sovet ordusu tərəfindən tamamlaşdırılması aid deyil. Deməli, ümumi cəhət olur 1, 2, 4 Y variantıdır. Növbəti suala keçək, 37-ci suala. Şeyx Heydərin vaxtında qazi, sufi dəstələri hərbi qaydada təşkil olunurdu. Onlar 12 imamın şərəfinə başlarına 12 qırmızı zolaqlı çalma qoyurdular. Ona görə də onlara qızılbaşlar deyirdilər. Şeyx Heydər 1483-1487-ci Şirvana Dağıstana yürüş etdi. Şeyx Heydərin bu tədbirlərin nəticəsində Səfəvilərin yeni dövlət yaratması nəticələndi, səhvdir. Şirvanşahların Qaraqoyunlara ittifaqa girməsi, Qaraqoyunlara ittifaqa girməmişdi, Ağqoyunlarla, yəni Bayandurlarla ittifaqa girmişdi. Osmanlıların ölkəyə yürüşünə şərait yaratdı, yanlışdır. Bayandurlarla Şirvanlar arasında ittifaq yaranmasına səbəb oldu. Bəli, cavabımız D variantıdır. Ağqoyun dövlətinin iki hissəyə parçalanması Əpər sazişi 1500-cü ildədir. 38-ci sual bax, Mir Möhsün Nəbban tərəfindən Usul İcad Məktəbi 1869-cu ilə aiddir. Qarabağ ərazisində qoyulmuşdu. Qarabağ ərazisi də xəritədə 4 ilə işarələnib Şuşada. Deməli, 38-də cavab B variantıdır. 39-a baxırıq. Doğru hadisə nəticə əlaqələrini müəyyən edin. Şeyx Üveysin təbii
formasyon 359, Azərbaycanın böyük bir hissəsi Cəlali dövlət tərkibinə daxil edilməsi. Deməli, Cənub əyin Azərbaycanın yürüşü 357, Hülakülər dövlətinin süqut etməsi aiddir. Əmir Teymurun Şirvana qoşun yeritməsi, 1-ci İbrahimin Dərbənd taxtına çıxması, zaten 1382-ci ildə İbrahim taxta çıxmışdı. Əmir Teymur isə 1386-cı ildə gəlir. 1386-da Əmir Teymurun Azərbaycan yürüşə başlaması, Toxtamış xanın Azərbaycanı tərk etməsi aiddir. Terek döyüşündə Toxtamış xanın məğlub olması, Qızıl Ordu dövlətinin süqut etməsi, Terek çayı sahilində döyüş olub 1395-də, Qızıl Ordu dövləti 16-cı əsrin əvvəllərində süqut eləyib, ona görə aid deyil. Cavabımız 1, 2 və 4-dür, A variantıdır. Davam eləyək. 40-cı sualdan Osmanlı sultanı Orxan Qazinin hakimiyyət dövrü üçün səciyyəvidir. Osmanlı sultanları biz deyirik, amma sultan titulunu qəbul etmək 1-ci Muraddan başlayıb. Ona görə bu biraz deməli sualın qoyuluşunda düzlük var. Osmanlı sultanı Orxan Qazinin hakimiyyət dövrü səciyyəvidir. Dövlətin paytaxtının Bursaya köçməsi 1329-dur. Ədirnənin Fəthi Muradın dövründədir. Osmanlı imperatorunun qüdrətli zirvəsinə çatması bu Sultan Süleymanın dövründədir. Osmanlı tarixində ilk dəfə sultan titulunun qəbul edilməsi Muradın dövründədir. Dövlətin ərazisinin inzibati cəhətdən paşalıqlara, sancaqlara bölünməsi həqiqətən də Orxan Qazının hakimiyyət dövründədir. Uşaqlar, bizim YouTube kanalımızda sınaqlar yerləşdirilir. Suallara baxsaq görərik ki, əslində o sınaqdan olan suallar da burada öz əksini tapıb. Yəni Orxan Qazinin məsələn 11-ci sınaqda biz səhv eləmirəmsə onun izahını vermişik. YouTube kanalımızda o sınaqları ardıcıllıqla paylaşacağıq axıra qədər ümumi sınaqları. Onları mütləq şəkildə izləyib, izləməmiş qəbul imtahanına qəti sürətdə getməyin. İzləyin, daha sonra qeyd tərvizi aparın, ondan sonra imtahana rahat şəkildə gedin. 41-ci suala baxaq. Azərbaycan SSR-də hərbi kommunizm 1920-ci ildə, kollektivləşmə 29-cu illərə aid ümumi cəhəti müəyyən edin. Fərdi kəndi təsərrüfatının yenidən bərpa edilməsi, demək, ümumi cəhət ola bilməz. Azad ticarətə icazə verilməsi ümumi cəhət ola bilməz. Qolçomaqlarla muzlu əməkdən geniş istifadə olunması 19-cu əsr qolçomaqların yaranması aid ola bilməz. Ərzaq vergisinin tətbiq edilməsi bu hərbi kommunizmdən sonradır, kollektivləşmə dövründə deyil. Kəndlilərin öz əməyinə marağının azalması, bəli, həqiqətən də hərbi kommunizm və kollektivləşmə siyasəti nəticəsində öz nəticəsini vermədi bu siyasət, kəndlilərin marağı azaldı. 42-ci suala baxırıq, uyğunluğu müəyyən edin. Dəndənəkan döyüşündə Səlcuqlar tərəfindən məğlub edilmişdir. Deməli, Qərbi Roma İmperiyası üzrə yürüşlər etmişdir. Ərəblərlə uzun müddət mübarizə aparmışdır. Deməli, 3-dən başlayaq elə. Ərəblərlə uzun müddətli mübarizə aparmışdır. Bu Xəzərlərə aiddir. 3-ə A variantıdır. Deməli, Qərbi Roma üzərinə hücum yürüş etmişdir. Bu Avropanın dövlətinə aiddir. Deməli, Dəndənəkan döyüşündə Səlcuqlar tərəfindən məğlub edilmişdir. Bu da Qəznəvilərə aiddir. 1-ə B-dir, 2-ə C-dir və 3-ə də A variantı aiddir. Elə cavabımız da A variantıdır 42-də. 43-ə baxırıq. Eylerbeyin diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Şirvanşahlar, Sacilər, Salarilər dövləti üçün ümumi cəhət. Xəzər dənizində Azərbaycan ticarət gəmiləri üzməyə başladı. Salarilərin dövründə Dərbəndin ələ keçirməsi həm Şirvanşahlar, həm Sacilər, həm də Salarilər Dərbəndi ələ keçirmişdir. Məziyyətlər sulası tərəfindən idarə edilməsi Şirvanşahlara aiddir. 1027-yə qədər, hansı ki 1027-də Kəsranilər sülaləsi gələcək. Rey şəhərinin Samalərdən alınması Sacilər dövlətinə aiddir. Mərzban Məhəmməd tərəfindən qanunnamənin hazırlanması Salarilər dövlətinə aiddir. Deməli, əgər Dərbəndin ələ keçirməsi hər birini oxşar götürürsə 4-ə B olmalıdır. 4-ə B yalnız Y variantındadır. Cavabımız Y variantıdır. Növbəti suala baxırıq. Manna dövlətinin ictimai və dövlət quruluşu üçün səciyyəvi cəhətləri müəyyən edin. Bu məşhur suallardan biridir. Bütün əksər testlərdə görmək olur. Qeyri-məhdud hökmdar hakimiyyətinin mövcud olması 1. Hökmdarın fərman və qanunları feodalların mənafı. Həmin dövrdə feodalizm yox idi, quldarlıq dövrü idi. Vilayətlər hökmdarlar tərəfindən təyin olunan canişlər tərəfindən olurdu. Bəli, 3. Eradan əvvəl 8-ci əsrdə hakimiyyət irsən keçirdi 4. 1, 3, 4-dür. Cavab Y variantıdır. Əyalət və Saqqalar Şurasından təyin olunan canişlər tərəfindən idarə olunurdu. Xeyr. Deməli, hökmdar tərəfindən təyin olunurdu canişin. 45-ə baxırıq. 19-cu əsrin birinci yarısına aid deyil. Qafqaz canişinin yaradılması 1844-cü ildədir. 1-ci Pyotrun ermənilərin Bakı şəhərində məskunlaşması rəsmiləşdirildi 1724. Bu 18-ci əsrdir. Ona görə cavabımız elə B variantıdır. Rəhdar rüsumunun ləğv edilməsi 1836-dır. Katolikosluğun ləğv edilməsi də həmin ildədir. Tərqəçi bidətçilərin Cənubi Qafqaz vilayətlərinin köçürülməsi haqqında fərmanın verilməsi bu 30-cu ildədir. 46-cı suala baxırıq. Doğru hadisə və nəticə əlaqələrini müəyyən edin. Hakimiyyət uğrunda mübarizə baş verdi.
idi və Böyük Hun imperiyası iki hissəyə parçalandı. Birə doğru cavab kimi götürə bilərik. Hunlar Pinçen şəhəri yaxınında Çin ordusunu mühasirə aldı. Baxın, mən axırıncı sınaq 20 sınaqlıq test toplusunda 13-cü sınağın izahını verərkən qeyd elədim ki, hər dəfə bu Pinçen məsələsi düşür. Pinçen məsələsində Sin sülaləsi yox, Xan sülaləsi də hakimiyyətdə. Bunu qəti surətdə unutmayın. Deməli, ona görə ikini götürmürük. Metetanxo işğalları başladı. Monqol Tibetə falan tabe etdi. Bəli, həmçinin Monqollar da Çingiz xandan Metexana oxşar cəhət edir ki, Monqol Tibet tayfalarını məğlub etmişdi. Teoman Çin üzərində fasiləsiz hücumları Xan sülaləsi Böyük Çin səddi inşasına başladı. Böyük Çin səddinin inşası başlanıb Sin sülaləsi dövründə, başa çatıb Xan sülaləsi dövründə. Ona görə 4-ü götürmür. Cavabımız 1, 3-dür. 47-ci suala baxırıq. Mətin bu dövrdən başlayaraq insanlar qan qohumluğu üst paleolitdir. Mətin 2-yə baxırıq. Bu dövrdə insanlar heyvanları daha uzaq məsafədə, bu da mezolitdir. Birinci mətndə bəhs edilən dövrdən fərqli olaraq ikinci mətndə verilən dövrdür. Yəni birinci dövr üst paleolitdən fərqli olaraq mezolit dövrünə oxşar, mezolit dövrünə aid bir şey götürməli. İstehsal keçidinin əsası qoymuşdu mezolitdə. Bunu götürürük. İnsanlar qəbilə icmasına halında yaşayırdılar. Hər ikisində axirət dünyasına mövcud idi. Hər ikisində yeni sənətkarlıq sahələri meydana gəldi. Bu neolitdədir, heç birinə aid deyil. Yalnız bir götürürük. Demək, 48-ci suala baxaq. Azərbaycan ərəb xilafətinin tərkibində olduğu dövrdə aid deyil. Baxaq, orada xidmətə görə torpaq paylanması aiddir. Əhalinin siyahılaması 705 aiddir. Dastakert torpaq mülkiyyət formasının yaranması. Dastakertlə Xostak Sasanilərdə idi, ərəblərdə deyildi. Ona görə cavabımız elə C variantı. Xürrəmlər ilk çıxışların baş verməsi aiddir və torpaq mülkiyyət forması mövcud olması aiddir. 49-a baxaq, Azərbaycan Respublikası NATO Parlament Assosiasiyasının assosiyalaşdırılmış üzvünə qəbul edildiyi, samitin keçirildiyi dövlət. Deməli, 2002-ci ildən artıq üzv idi və keçirdiyi dövlət də İstanbul ərazisidir. İstanbulda Osmanlıdır. Cavab C variantıdır. Növbəti davam eləyək. 50-ci sual. 13-cü əsrdə Araq dənizi ticarət birinciliyi Venesiya və Geniyaya keçməsinin səbəbi baxaq, Balkan yarımadasındakı dövlətlərin daxil çəkmə mərkəzlərinə rəfləməsi aid deyil. Monqollarla Səlcuqlar üzərində qələbəsi. Monqollar hara, Səlcuqlar hara? Həmin dövrdə heç Səlcuq yox idi. Səlcuqlar 1038-dən 1157-yə qədər mövcud olmuşdu. Bizansın Haçlılar tərəfindən məğlub edilməsi. Bəli, həqiqətən də 1204-cü ildə Bizansın Haçlılar tərəfindən məğlub ediləndən sonra Araq dənizində ticarət birinciliyi Venesiya və Geniyaya keçmişdi. Cavabımız elə C variantıdır. 51-ci suala baxırıq. Türkiyə Respublikası 20-ci əsrin 20-ci illəri və 60-cı illərinə aid oxşar cəhətə baxırıq. Deməli, aqrar islahatlar haqqında qanunun qəbul edilməsi aid deyil, NATO ilə əməkdaşlığın genişdirilməsi aid deyil, hərbi çevrilişin baş verməsi aid deyil, konstitusiyanın qəbul edilməsi, bəli, konstitusiya qəbul edilməsi aid ola bilər. 1924-1961-ci illərdə Türkiyədə konstitusiya qəbul edilmişdi. Növbəti suala baxaq. Deməli, Azərbaycanda Ali Monqol xaqanlığının hakimiyyət dövründə həyata keçirilən islahatların mahiyyəti 1239-dan 1256-ya qədər Azərbaycan Ali Monqol xaqanı tərəfindən idarə olunmuşdu. Bu zaman deməli, e, yerli feodalların köçəri Monqol əyyalarının asılığı güclənmişdi. Lakin Qazan xan dövründə bu zəifləyir. Deməli, e, azaltmağa çalışırdı da Qazan xan. Ona görə cavabımız elə A variantıdır. Monqol Federal İslam dinini qəbul etməsi Qazan xan dövründə Qazan xan hətta Mahmud ləqəbini özünə götürmüşdü. Yerli feodalların torpaq sahələri də saxlamaq üçün Qəbələ adlı icazə sənədi verilməsi Qəbələ deyildi, yarlıq idi. Davam eləyək 53-cü sualdan. 2-ci Rus-Qacar müharibəsi 1826-28, 1-ci Rus-Qacar 1804-13. 1-ci Rus-Qacar müqaviləsi Gürcüstanla bitir. 2-ci Rus-Qacar müharibəsi Türkmənçanla bitir. Qarabağ xanlığında xan idarə üsulunun saxlanması deməli 1822-yə qədər xan idarə üsulunu saxlamışdı. Ona görə biri götürə bilirik. Müəyyən müddət Gəncədə xan hakimiyyətinin bərpa edilməsi deməli 1-ci Rus-Qacar müharibəsi dövründə deyil, artıq 1804-cü ildə ləğv olmuşdu. Əyalətlər komendantlar tərəfindən idarə edilməsi, komendant idarəçiliyi ta ki, deməli, 1840-cı ilə qədər davam edib. Ruslar ki, gəldi, Bakını tutdu, həmin ərazidə komendant idarəçiliyi yaratdı. Necə ki, deməli, Osmanlılar və Ruslar gəlib ayrı-ayrı tutanda öz idarəçilik xüsusiyyətlərini burada tətbiq elədilər. Hətta Osmanlılar hərbi xidmət müqamində bəylik ağalıq torpaq mülkiyyət forması aldı. Ruslar da komendant idarəçiliyi tətbiq elədilər. Bax, həmin dövrdən söhbət gedir. Qubada yerli bəylərdən ibarət Əylə Şurasının fəaliyyət göstərməsi 1-ci Rus-Qacar müharibəsində 1810. Deməli,
Daha sonra bir sıra Azərbaycan xanlıqları Rusiya tərəfindən işğal edilmişdi. Birinci Rus-Qacar müharibəsi. Biz fərqli olaraq deyirsə, buna diqqət yetirməliyik. Fərqli olaraq. Deməli, biri götürürük Qarabağ xanlığında xan idarə üsulunun saxlanması. Birinci Rus-Qacar müharibəsi dövründə saxlanılmışdı. İkinci Rus-Qacar müharibəsi dövründə artıq ləğv olunmuşdu. 1822-yə qədər. Deməli, müəyyən müddət Gəncədə xan hakimiyyətinin bərpa edilməsi aid deyil. Daha sonra əyalətləri komendant tərəfindən idarə olunması bu hər ikisinə aiddir. Qubada yerli bələdiyyə ələ şurası 1810-dur. Bunu da götürürük. Deməli, bir sıra Azərbaycan xanları Ruslar tərəfindən işğal, həm birinci Rus qacar, həm də ikinci Rus qacar bir sıra Azərbaycan xanlıqları Ruslar tərəfindən işğal olunmuşdu. Deməli, cavabımız olur deməli, Qarabağ xan idarə üsulunun saxlanılması 1822-yə qədər qalmışdı. 1, 4. Növbəti 54-cü suala baxırıq. Azərbaycan Xalq Cümhuriyyətinə aid hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. Naxçıvan General Qubernatorunun yaradılması 1919-un fevralıdır. Hökumətin Gəncədən Bakıya köçməsi 1918-in sentyabr ayındadır. Batum müqaviləsinin imzalanması 1918-in iyun ayındadır. Gürcüstan Hərbi Müdafiə Paktının imzalanması 1919-un iyun ayındadır. Deməli, biz götürürük birinci Batum müqaviləsinin imzalanması 3. Daha sonra götürürük hökumətin Gəncədən Bakıya köçməsi 2, daha sonra götürürük Naxçıvan General Qubernatorunun yaradılması, daha sonra Gürcüstanla Hərbi Müdafiə Paktının imzalanması. 55-ci sual məşhur suallardan biridir. Qəbul imtahanlarında dəfələrlə istifadə olmuş testdir. Klassik feodalizm dövründə yaranmış dövlətlər. Biz klassik feodalizm dövrünü 11-15-ci əsrlər götürürük. Bizans imperiyasının yaranması 395-dir, aid deyil. Teymurilər dövləti 1370-də aiddir. Dehli Sultanlığı 1206-da aiddir. Böyük Moğol dövləti 1526-dır. 11-15 deyiriksə aid deyil, 16-cı əsrdir. Frank imperiyasının yaranması 809-cu əsrdə aid deyil. Ona görə cavabımız 2 və 4-dür. Daha doğrusu 3-dür. Deməli, 56 Şimali Azərbaycanda komendant idarə üsulu dövründən fərqli olaraq Qafqaz canişinliyi dövrü üçün səciyyədir. Komendant idarə üsulu 1840-a qədər qalmışdı. Qafqaz canişinliyi də deməli yaranmışdı 1844-də. Deməli, Rusiya müstəmləkəçi əleyhinə üsyanların baş verməsi həm birinci Rus komendant idarəçiliyi dövründə, həm də Qafqaz canişinliyi dövründə Rusiya müstəmləkəçi əleyhinə üsyanlar baş verib. İrəvan quberniyasının yaradılması 1849-dur. Bu Qafqaz canişinliyi dövründə səciyyəvidir. Bunu götürürük. Şəriət məhkəmələrinin fəaliyyət götürməsi hər ikisinə aiddir. Sahibkar kəndlərin mülkədar tabeləri adı verilməsi. Baxın uşaqlar, kəndli əsasnamələri ilə bağlı mənim xüsusi videom var. Onu mütləq şəkildə izləyin. 1846-cı ildə bu da Qafqaz canişinliyi dövrünə aiddir. Dövlət kəndlərin köçmə hüququnun mövcud olması hər ikisində mövcud idi. Deməli, 57-ci suala baxırıq, uyğunluğu müəyyən edin. Rusiya 1905-ci ildə birinci Rus inqilabı baş verib. 1858-ci ildə Amurun sol sahilini öz ərazisinə qatması bu Aycum müqaviləsidir. 1844-cü ildə Qafqaz canişinliyinin yaradılmasıdır. Məhkəmə islahatının keçirilməsi C variantında 1866-dır. Şimali Qafqazın işğalının başa çatdırılması 1864-dür. Növbəti baxırıq, sizə təqdim olunmuş mənbə üzrə 58-60. Xalq tribunu seçilməsi Tiber Qıraq Qarqıraq islahatları 133-123-cü illərdə olmuşdu. Deməli, bu Respublika dövrünə təsadüf edir. Deməli, baxaq, mənbədə bəhs edilən dövrdə qanun qəbul edilir. Romada idarəçi forması mövcudluğunun olduğunu yazın. Respublika dövrüdür. Yoxsullar və varlılar Romalılara bağlı həyata keçirilən nəzərdə tutan tədbirləri müəyyən edin. Deməli, varlılardan o 250 hektardan artıq ərazi kəsilib götürülürdü, satılırdı. 250-dən artıq ola bilməzdi. Bir də o həmin torpaqlarında kasıblarda əgər olardısa, kasıblar onu sata bilməzdilər. Deməli, tarixi bilgiləriniz əsasən Qayqıraqın öldürülməsinin aqrar islahatının 2 nəticəsini yazın. İslahat ləğv olunur, təzədən yenidən torpaqlar varlara pulla satılır.